Araşdırma etməyin, təqdimat hazırlamağın çox rahat bir yolu var. Google-da notebook ilə yazırıq. İlk çıxan səhifəyə daxil oluruq və bizi belə bir səhifə qarşılayır. Yeni not dəftəri oluşdur, bura daxil oluruq. Bura biz məlumat almaq istədiyimiz bütün səhifələri və YouTube videolarını daxil edirik. Yəni məqsəd odur ki, biz bu videoların hamısını izləyib və yaxud da ki, bu web səhifələrinin məlumatlarının hər birini oxuyub vaxt itirmirik. Qaynaqları bura biz daxil edirik. 3 dənə almışdım mən nümunə olaraq. 3-ünü də daxil etdim. Və bura yazıram. Ticarətdə rəqib təhlilini necə aparmaq olar? Bu mövzu ilə bağlı təqdimata uyğun qısa mətn hazırla. Artıq mətn hazırdır. Burada məqsəd odur ki, mən ChatGPT-dən və yaxud da Gemini-dən təsadüfi bir məlumat yox, mənim seçdiyim qaynaqlardan mənə məlumat seçsin, versin. Və artıq təqdimatımız hazırdır. Sağ tərəfdə də həm video, həm də podkast hazırlaya bilir. Mən nümunə kimi hazırlamışdım. Gəlin ilk olaraq bir videoya baxaq. Rəqabətli bazarda qalib gəlmək istəyirsiniz? Birbaşa rəqiblər var. Onlar göz qabağındadır. Amma əsl fürsətlər və eyni zamanda Belə sunum formatında bir video hazırlayıb, podkast tərzində də hazırlayıb, onu da bir baxaq. edirsən, bəlkə də sadəcə qiymətləri yoxlayırsan, sosial media hesablarına bir göz atırsan. Hə, çoxları belə edir. Amma gəl səmimi olaq. Qısa izah etməyə çalışdım. Özünüz burada girin. Yəni bir çox burada özəllikləri var və bunlardan istifadə etməyə çalışın. Çox yaxşı bir platformdur və pulsuz platformdur. 50 dənə qaynağı bir araya toplayıb oradan özəl bir məlumat çıxarda bilirsiniz. Bu ən çox müəllimlərin, tələbələrin və yaxud da hər hansı bir sahədə əgər araşdırma etmək istəyirsinizsə, bu sizin işinizi rahatlaşdıracaq. Ətraflı məlumat üçün də aşağıdan yorum yazıb sual soruşa bilərsiniz. Mən sizə məlumat verirəm. Sağ olun, salamat qalın.